Salam əziz dostlar. Bugün mən üç bacı yox, əcəb səndəl yox. Üç bacı ilə əcəb səndəlin qatışığından yemək hazırlayacağım. Ətimiz qovurulur. İndi ətə biraz nədir? Bir də deyəcəm. Ətimizə biraz üstü duz, sarkök əlavə elə ki, dada gəlsin. Cüzi bir balaca yağda əlavə edək. Ətimiz qovuruldu. Tərvəzləri doğramamışdan əvvəl gəlin mən sizə 10 ilin qonşusundan qısa məlumat verim. Yaxın qonşu uzaq qohumdan irəlidir. Düz 10 ildir ki, qonşu olan marketdən alış-veriş edirəm. Bu illər ərzində sadəcə bir mağazadan yox, əsl qonşudan alış-veriş etdiyimi hiss etmişəm. Mən ona sadiq qalmışam. O isə hər zaman eyni səmimiyyət, etibar və doğmalıqla yanımda olur. O artıq 10-cu baharını yaşayır. Bu sadəcə bir rəqəm deyil. İllərin qazandığı etimadın, qurulan münasibətin və qorunan qonşuluq dəyərlərinin göstəricisidir. Eşitdim ki, 2-15 aprel tarixlərində 10-cu bahar kampaniyası keçirilir. 150-dən çox məhsulda endirim var. 150-dən çox ha. Mən də gəldim bu fürsətdən yararlanım. Həm qənaət edim, həm də bu gözəl ab-havanı yaşayım. Siz də gəlin. Bu kampaniyadan faydalanın. Bahar əhvalı doğru fürsətlər sizi gözləyir. İşimizə davam edək. Pomidoru doğrayaq. Patlıcanı soyaq. Doğrayaq. Keçək üç bacının biber xanımına. Keçdi göyərtiyə. Doğrayaq. Pomidoru düzək bura. Üstündən qiyməni yayaq. Üstündən göyərti. Qiymə. Növbə bibərindir. Yenə qiymə. Və eyni qaydada bir qat da gedirik. Koyacaq ocağa. Biraz duz, əlbəttə stiyotda. Üstünə yağı düzək. Çox yox, yarım stəkan su. Getdik ocağa. Həqiqətən ocağın öz yeri var. Bəh. 45 dəqiqədən sonra yeməyimiz hazır oldu. Gözəlliyə baxın. Yeməyimiz hazır. Aparaq bunu süfrəyə. Qonaqlarımız da var. Qonşular gələcəklər. Göz haqqınızı